Salam dostlar. Deməli, ananın uşaqlıq borusu torpağın xüsusiyyətini daşıyır. Kişinin toxumu ora düşdüyündə uşaqlığa su yığılır ki, orada insan düzərsin. Dünyada hələ insan olmayanda Allah torpağın içindən yetişkin insanı yağış suyunun vasitəsilə düzərdib çıxartdı. İnsanlar artandan sonra insanlar artıq kişi-qadın birləşməsindən yaranmağa başladı. Öləndə insanın bədənini torpağa qoyurlar. Hər şey çürüyür, təkcə toxumu qalır. 17 milyard ildən sonra qəbristanlıqda dəfn olunmuş bütün insanların toxumları yağış suyu vasitəsilə insan şəklinə salınacaq. Yəni ilk yaradılışdakı kimi. Və ilk insandan son insana hər kəs torpaqdan qalxıb yeni dünyada həyatına davam edəcək. Bu da bizə bir göz yumub açmaq kimi gələcək, həmin 17 milyard il. Bu dünyada gözümüzü yumacağıq, heç bir saniyə keçməmiş açacağıq ki, yeni dünyadayıq. Aradan 17 milyard il keçib biz onun fərqinə varmamışıq. Çünki ruh bədəndən çıxandan sonra olub bitənin fərqində olmuruq. Və yenidən ruhumuz bədənimizə qayıdandan sonra 17 milyard il sonra biz sanki belə, yəni bir saniyə kimi bizə gələcək bizim yəni bu dünyada ölüb o dünyada ayrılmağımız. Aradan keçən 17 milyardı bilməyəcəyik. Çünki yuxuda olmuşuq. İndi bununla bağlı surələr var, ayələr var. Taha surəsi 55-ci ayə. Sizi ondan yaratdıq, ona qaytaracaq və bir daha ondan çıxaracaq, yəni torpaqdan. Səcdə surəsi 8-ci ayə. Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından əmələ gətirdi. Tariq surəsi 5-ci ayə. Elə isə insan baxmalıdır ki, nədən yaradılmışdır. Həcc surəsi 5-ci ayə. Və yeri quru və ölmüş görürsən, amma ona su göndərən kimi hərəkətə gəlir, qabarır və sevinç gətirən hər növdən bitirir. Qaf surəsi 4-cü ayə. Şübhəsiz biz yerin onların cəmiyyətindən nəyi azaltdığını və torpağın onların cəsədlərindən nəyi əskiltdiyini bilirik. Ənbiya surəsi 104-cü ayə. Məxluqatı birinci dəfə vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq. Yasin surəsi 51-ci ayə. Sura üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər. Bu ayələr üzərində düşünün.